Bəzi ixtisaslar bir neçə universitetdə paralel şəkildə tədris olunur. Məsələ ilə bağlı müzakirələr gündəmdədir. Problem xüsusilə pedaqoji sahədə özünü göstərir və ali təhsilin keyfiyyəti ilə bağlı suallar doğurur. Bəs bəzi universitetlərdə eyni ixtisasların tədris olunması nə dərəcədə zəruridir və bu yanaşma keyfiyyətə necə təsir edir? Eyni ixtisasların ayrı-ayrı universitetlərdə tədris olunması ilə bağlı narazılıqlar var. Ekspertlər deyir ki, universitetlərin öz sahələri, öz güclü tərəfləri olmalıdır ki, həm tələbələr üçün seçim rahat olsun, həm də kadr hazırlığı keyfiyyətli gedə bilsin. Əks halda təkrarçılıq yaranır, resurslar bölünür və təhsil istədiyimiz səviyyəyə çata bilmir. İqtisadiyyat ixtisası üzrə Bakı Dövlət Universiteti də, Gəncə Dövlət Universiteti də, Sumqayıt Dövlət Universiteti də, özəl universitetlərdə kadr hazırlayırlar. Amma sonradan əmək bazarına biz baxanda görürük ki, həmin ali təhsil müəssisələrinin buraxdığı mütəxəssislər əmək bazarının tələbinə və müasir standartlara cavab vermir. Və yaxud da pedaqoji kadrlar, Azərbaycan Dövlət Pedaqoji Universiteti var, Bakı Dövlət Universiteti müəllimlik ixtisasını hazırlayırlar. Özəl universitetlərdə, regional universitetlər də bunu hazırlayır. Və yekunda ixtisas üzrə uyğun olmayan ali təhsil müəssisələrindən məzun olanlar iş tapa bilmirlər. Millət vəkili Ceyhun Məmmədov hesab edir ki, əgər əmək bazarında həmin sahədə o qədər mütəxəssisə ehtiyac yoxdursa, niyə bu qədər universitetdə eyni ixtisaslar saxlanılır? Bu, həm də gələcəkdə ixtisasda, amma işsiz gənclərin sayını artırır. Bizə əgər 2000-3000 müəllim coğrafiya üzrə lazımsa 5000 məzunu niyə biz məzun etməliyik? Və eyni zamanda bunun yerinə, məsələn, bizdə bugün informasiya texnologiyaları sahəsində ciddi mütəxəssis qıtlığı var. Yeni ixtisaslar açılmalıdır, yeni sahələr açılmalıdır və bu parçalanmalıdır. Bugün bizdə bir sahə üzrə ildə 10.000 nəfər məzun olur, bir sahə üzrə isə 500 məzun. Bunun ciddi araşdırılması, tədqiq edilməsi və ondan sonra müəyyən qərarların qəbul edilməsinə ehtiyac var ki, baxaq ki, bizim nəyə daha çox ehtiyacımız var. Ekspertlər hesab edir ki, ali təhsildə ixtisasların düzgün bölgüsü və universitetlərin profilləşməsi vacibdir. Əks halda həm keyfiyyətli təhsil, həm də əmək bazarına uyğun kadr hazırlığı arxa planda qalacaq. Bu səbəbdən də təhsildə planlama və ehtiyac prinsipi əsas götürülməlidir. Fidan Səfər, İlkin Həsənov, Space xəbər.